Canon R6 artıq Mark 3 çıxıb və Canon Azərbaycan bunu mənə qutuda, bağlı qutuda hələ özüm də açmamışam. Unboxing eləməyə verib. Baxaq görək nə var bu komplektin içində. Əlbəttə, həmişəki kimi çoxlu kitabçalar, instruksiya və s. bunlar hamısı burada. Klassik Canon'un kəməri R6 Mark 3 yazılıb üstünə. Klassik dəyişməyən, artıq görürəm, dəyişməyən Canon'un illər boyu dəyişməyən adapteri doldurmaq üçün belə bir cihaz. Batareya yenilənib. R6 Mark 2-də bundan bir nəsil öncə olan batareya idi. İndi artıq LPE6P yeni nəsildir. Misal üçün R5 Mark 2-də bu gəlir üstündə və burada da artıq bu batareyadır. Bu haqda birazdan danışacağım. Sonra bu həmin o cihazın şarj eləmək üçün kabeldir və kameranın özü də burada. Mən sizə deyim ki, elə bil Mark 2 tutmusan əlində. R6 Mark 2 birə-bir məncə hər şey eynidir və bunun baxarıq indi nələri var, nələri yoxdur, nə fərqləndirir bunu R6 Mark 2-dən. Məndə R6 Mark 2 var, hansını ki artıq 1-2 ildir işlədirəm. Müqayisə üçün böyür-böyrə bunları qoyaq və baxaq görək nə ilə fərqlənir. Tapa bilərsən hansıdır? Adlarını bağlamışam. Təzə, köhnə, köhnə, təzə, hansı? Demək olar ki, fərqlənmir, çox oxşardılar. Bir balaca korpusda dəyişiklik görürəm. Əslində, bunların materialı, bunların çəkisi eynidir. Bunların hətta, misal üçün, üstəki bu foto-video arasında keçən bunlarda fərqlənmir, eynidir. Bir balaca görürəm ki, Mark 3-də bu rejimləri keçirən yumru bir balaca bundan fərqlənir, daha balacadır. Qalan hər şey, bütün düymələr, hamısı məncə eyni qalıb. Və ekran da eynidir. Bunda da eyni ekrandır. Həmişəki kimi dönən, belə hamısını döndərib, belə də işlədə bilərsiniz. Bunlar fərqlənmir. Sonra, bu iki kameranın əslində müqayisə eləməyin səbəbi, bundan sonra yeni nəsil çıxıb və bu kameraların həm oxşar funksiyalarını sizə deyəcəm, hansılar ki dəyişməyib, amma elə funksiyalar var ki, R6 Mark 3-də artıq misal üçün megapiksel sayı burada 32 yarımdır, burada 24-dür. Ən böyük, belə deyək, dəyişiklik ondadır ki, R6 Mark 3-ün megapiksel sayı daha çoxdur. İkinci, misal üçün, sürət olaraq eyni sürətlə çəkirlər. Yəni, bunda da elektron zatvorla çəkirlər saniyədə 40 kadr, mexaniki zatvorla çəkirlər saniyədə 12 kadr. Amma dayanmadan siz çəksəz, əlbəttə Mark 2-də daha çox kadr çəkəcək dayanmadan, nəinki Mark 3-də. Nəyə görə? Çünki əlbəttə bunun siz RAW-da dayanmadan çəkəndə bir neçə kadrdan sonra dayanacaq və öz buferinə o kadrları göndərir karta. Və ona görə bunun megapiksel sayı çox olduğuna görə bu daha pauza çox verəcək kadrların arasında. Daha sonra, bayaq dediyim kimi, bunun R6 Mark 3-ün üstündə gələn bu yeni batareya nə ilə fərqlənir? Misal üçün, siz Wi-Fi ilə kameranı nəyəsə qoşmaq istəsəz və əlbəttə bundan bir nəsil qabaq və yaxud da ki, bir nəsildə ondan qabaq lap köhnə batareyanı qoysaz, işləyəcək kamera. Bəzi funksiyalar işləməyəcək. Misal üçün, Wi-Fi ilə qoşsaz onu kompütera, bu batareya olmasa işləməyəcək. Və 7K video çəkir bu kamera
Mark 3 7K-da 60 FPS-də çəkir və misal üçün siz 7K 60 FPS-də çəkmək istəsəz və bu batareya olmasa yenə də çəkə bilməyəcəksiniz. Yəni yeni nəsil batareya lazımdır. Bu batareyanın mənfi cəhəti odur ki, çox tez ölür. Misal üçün köhnə batareya daha çox gedirdi. Bunun funksiyaları daha çox funksiya işləyir deyə bu batareya ilə yəqin ki, ona görə də daha tez ölür bu batareya. Sonra fərq bu iki kamerada böyürdən belə baxsaq, bunlar hamısı eynidir. Mikrofon yeri, nauşnik yeri, pult üçün, bax bunlar hamısı eyni qalıb. Bunun böyürlərində burada rezinin altında pult üçün yer. Fərqlənən odur ki, bu kamerada HDMI böyük HDMI-dir. R6 Mark 2-də HDMI, mini HDMI-dir, balaca. İndi misal üçün böyük HDMI gəlir və üstündə USB Type-C üçün, kabel üçün yer var. Nə üçündür bu? Misal üçün siz kameranı harasa gəlmişsiniz, batareya ölür. Siz hər hansı bir, misal üçün, battery blokla, power bankla onu doldura bilərsiniz. Atırsınız onu cibinizə bir dənə uzun bir kabellə və kamera başlayır bu USB Type-C ilə dolmağa. Bu kameralarda da böyük bir fərq ondadır ki, artıq R6 Mark 3-ə yenə də iki kart üçün paralel iki karta yer qoyublar, amma artıq bir kart SD, standart SD kart gedir, o birisi CF Express Type B. Onların sürəti daha güclüdür o kartların, həmin o Type B kartlarının və bu nə üçün lazımdır? Bunu burada mütləq eləyiblər ki, siz misal üçün 7K 60 FPS çəkir bu kamera və yaxud ki 4K 120 FPS çəkir deyə buna sürət lazımdır. Və sürət o deməkdir ki, kart yenilənməlidir və bura siz artıq o CF Express Type B kartından istifadə eləməlisiniz. Hansı ki R6 Mark 2-də yox idi. Bura standart gedirdi 2 dənə SD kart. Yenə də standart kart gedirdi, amma 2 kart gedirdi. Və misal üçün bu kamerada Mark 3-də artıq siz misal üçün Type B-yə yazırsınız əsas videonuzu, o birisi karta siz qoya bilərsiniz ki, proxy getsin. Bunu videoqraflar bilir. Proxy nə üçün lazımdır? Əlavə karta proxy gedir. Mark 3-ün bir dənə də korpusda gördüyüm yenilik odur ki, burada indikator var, hansı ki Mark 2-də yox idi. Misal üçün R5-də bu var. Siz video çəkəndə, özünüzü çəkəndə siz burada görürsünüz ki, misal üçün rec, yəni gedir, yazı karta gedir, yazılır, işləyir. Və yenilik ondadır ki, misal üçün sizin kartda az yer qalanda və yaxud da ki, sizin batareyanız az qalanda, yəni ki, zaryadkası az qalanda artıq bu indikator başqa cürə başlayır. Oradan sizə deməyə ki, azdır, indi sönəcəm. Yəni bu da yenilikdir R6 Mark 3-də. Mark 2-də bu yox idi. Sonra kameranın bu arxasına baxsaq, burada da fərq yoxdur. Bir dənə fərq ondadır ki, bunlar bura bu iki düymənin altında görürsünüz, burada color yazılıb. Siz buna basaraq şəkil və ya videoda olan şəkildə profilləri dəyişə bilərsiniz, rəng profilləri var və videoda da bir çox orada profillər var, onları birbaşa menyuya girmədən oradan dəyişə bilirsiniz. Sonra üstdən baxsaq, burada hər şey dəyişmədən qalıb, düymələr və s. Amma misal üçün rec düyməsinin böyründə göy işarə var. Siz paralel həm foto, həm video çəkirsinizsə, tez-tez bunları baxmaq üçün bir dəfə basacaqsınız, fotolara baxacaqsınız. Bir dəfə də basanda keçəcək video olan papkaya və oradan videolara baxacaqsınız. Və burada da görürsünüz belə mobil telefonun işarəsi var. Bu da onun üçündür ki, onu basanda siz birbaşa öz mobil telefonunuzda buradan faylları Wi-Fi üsulu ilə köçürə bilərsiniz. Daha bir yenilik Mark 3-də odur ki, bu spışka taxılan yer bu yenilənib. Necə yenilənib? Siz qabaq bu kamerada spışka ilə işləyəndə shutter speedi qoya bilirdiniz maksimum 250, artıq bunda 320 qoya bilərsiniz ki, daha sürətli kadrlar olanda bundan spışka ilə çəkə bilərsiniz. Mark 3 əlbəttə bir çox yenilikləri var. Ən böyük yeniliyi
ondan ibarətdir ki, megapiksel sayı artıb 32,5 megapiksel. Bu fotoqraflar üçün çox böyük bir əslində fərqdir, 24-dən 32-yə və videoqraflarda üçün misal üçün siz artıq 7K 60 FPS çəkə bilərsiniz, 4K 120 FPS çəkə bilərsiniz və s. Bir çox profillər var orada video çəkmək üçün. Artıq siz proxy-dən də istifadə edə bilərsiniz. Sonra bunun kart yeri artıq fərqlənir. Bu da böyük bir fərqdir. Qalan hər şey eynidir. Bu bir dənə belə deyək, mənfi cəhəti odur ki, siz videoda 4K 60 FPS-də çəksəz, təxmini bir 28-30 dəqiqədən sonra kamera qızacaq və sönəcək. Əlbəttə şəraitdən asılıdır. Daha biraz sərin yerdə olsa biraz gec sönə bilər, amma kamera 60 FPS-də, 4K 60 FPS-də çəksəz, onda qızacaq. Yox, başqa daha az, misal üçün, adi 4K 25-30 FPS-də çəksəz, dayanmadan neçə saatlarla çəkə bilərsiniz. Əgər düşünürsünüzsə, kameram yoxdur, hansı kameranı alım və yaxud da ki, kameranız köhnədirsə, fikirləşirsiniz ki, hansı kameraya üstünlük verim? Əlbəttə, R6 Mark III, bunun bir çox funksiyası maksimal dərəcədə sizdə imkanlar yaradır ki, siz istədiyiniz videoya, fotonu çəkə biləsiniz.